Salamlar Şərəf, salamlayıram. Bu gün artıq DevOps-un ikinci dərsi, artıq toollar haqqında danışırıq. Bugünkü mövzumuz Gitdir. Git yəni nə? Version kontrol sistemidir. Developerların yazıldığı kodu version sistem cəhətdən saxlanması və həmin repo şəklində saxlanmaq üçün Gitdən istifadə edirik. Git məlumatları version kontrol vasitəsilə idarəçiliyi xüsusən ön plandadır. Belə deyim ki, Git hər hansı biz yazdığımız bir kod olsa, misal biz yazsaq bura ABC, ondan sonra yazsaq ABCD, ondan sonra yazsaq ABCDY. Bunlar hər birini versiya kontrol sisteminə bölür və istədiyimiz zaman biz ABCD-yə, ABC-yə hamısına qayıda bilirik. Və kodun kim tərəfindən yazıldığı, kim tərəfindən bu hissənin fix olduğu hamısının Git üzərindən çox rahat şəkildə baxıb və troubleshooting edə bilirik. Yəni oldu ki, bu hissədə bir problem oldu. Təsəvvür kod böyük bir hissədən ibarətdir. Amma bu hissəni kim yazdığı bilmək üçün rahat orada bunu kim tərəfindən commit olduğu, bu şey olduğu onun üzərindən log üzərindən tapa bilirik. Deməli davam edək. Ümumi version kontrol sistemidir. Biz belə bir epic panel açsam biz niyə belə yazır? Açsaq bunun üzərinə göstərsək izahına daha yaxşı olar. Burada script olmayacaq, bu Git mövzusunda task olmayacaq. Random şəkildə keçəcəm. Amma digər mövzularda əvvəldə necə keçirdik onun şəklində olacaq. Deməli gələk biz buradan bura bu Git'in DevOps'da rolu və s. haqqında keçən dərsdə danışmışam. Ona görə çox toxunmaq istəmirəm ki, video həddən artıq uzun olmasın. İlk videodan baxanlar bu dərsdə niyə Git'in keçdiyimizi və Git'in DevOps-ını tam şəkildə başa düşmüş olarlar. Deməli, gəlsək biz buradan misal burada bir developer olsun, misal commit yerine kod yazır. Belə bir yaxşı seçmədim onun yerində. Buradan kod yazır. Bu da kod ötürülür və hara. Bax bu hara ötürülür və harda saxlanılır üçün bizdə müxtəlif toollardan istifadə olunur. Yəni artıq burada bir repo lazımdır ki, developerların yazdığı kodlar gəlib bunun üzərinə artıq əlavə olsun, merge olsun və ya fərqli brand üzərində yer alsın. Və sonda belə baxanda ki, artıq buradan hem GitLab GitLab CI/CD olsun, Jenkins olsun, bunu ya Argo CD olsun, bunları gəlib bunun vasitəsilə buradan izləyə bilsin. Bunun üçün burada bizə bir tool lazımdır. Buradan istifadə olunan toollardan baxsaq, ən çox istifadə olunan GitHub, GitLab və Bitbucketdir. Bunlar istifadə baxımından eyni şeylərdir. Sadəcə biraz şeylər fərqlidir, amma hər birinin üstünlüyü var. Misal open source yaddır. GitHub open source full açıqdır. GitLab isə həm GitLab CI/CD-ni dəstəklər üçün bir tərəfdən həm reponu götürüb, həm də şeyi dəstəkləyə bilir. Bu da Jira ilə Bitbucket eyni Atlantis'in olduğundan bir-birinə keçidləri daha yaxşıdır. O cəhətdən istifadə olunan yerlər də var. Amma mən bunu heç çox istifadə etmirəm. Heç demo olaraq istifadə eləmişəm Bitbucket. Mən GitHub-dan GitLab istifadə etmişəm və bizim mövzumuz baxımından da burada GitLab-dan istifadə edəcəyik. Ümumi Git haqqında danışdıq. Gəlib şeylər burada bir-bir keçdikcə bunlardan danışacaq. İlk olaraq Git'in installından danışaq. Gəlib Git'i install etmək üçün gəlib bura su yazaq. Etdik. Git install yazsam. İnstall edik. Yan git install direğe yazaq. Yan install edik. Yan install direğe yazıb birbaşa git yükləyə bilirik. Mən də hal-hazırda yüklədim ona görə. Yükləyim mən git.
Git yüksəldi yoldaşlar. Baxmaq üçün da git versiyon. Burada git versiyon değil miydi? Versiyon böyleydi aklımda. Belki Ubuntu da böyle işləyir. Yanında işləmir. Rv yazın. Okay. Git versiyon 2.50 versiyonundan istifadə edilir. İndi bu bizim getimiz yoldaşlar. Bunun vasitəsilə biz hər hansı bir repoya push edə və pull edə biləcəyik. İndi pushdan pulldan hansını danışsam narahat olmaz. İlk olaraq gələk biz GitLab'ımıza bir proyekt yaradaq və həm proyekti buna bağlayaq. Gələk buradan GitLab'a. Buradan Google üzərindən keçim. Buradan New Project keçək. Burada belə açılır, yəni belə göstərim sizə. Belə açılır, buradan proyekti gəlirik. Ben buradan New Project export edebilirim. Haradansa başqa bir public olan proyekti də özümüzə götürə bilərik. Amma hazır ona ehtiyac yoxdur. Bir yeri proyekt yaradım. Buradan adım misalını yazsam. Seç proyekti yani yaradak test yaratması önemli. İlk dev ops v1 adında. Yani mesela yaradak. Gələk buradan username götürüm. Diyelim ki Orhan yüz hazır grupda götürə bilərsiniz. Bütün grupta adil olanlar sorduğum ben username götürürəm. Burada private, internal, public var. Daxildə özünüz üçün lazımlı şeylər private saxlaya bilərsiniz, amma fərqli insandan götürmək üçün public edə bilərsiniz. Mən public edirəm, zaten problem yoxdur. Buradan reading olsun, olmasın mən olsun seçirəm. Və sonra burada enable string code scanning yadları da qoşa bilərsiniz. Amma bunlar burada indi ehtiyac yoxdur. Həm də bunlardan çox istifadə olunmur. Biz sasları hamısı özümüz yazırıq. Nəinki GitLab'da ne kadar orada yararlı. Həddindən artıq çox pipeline uzun gedir. Deməli, bunu yaratdıq yoldaşlar. Gələk gitimizə. Bu bizim proyektimiz. Bütün kodları yadları bunun üzerine atacaq. Amma ilk olaraq biz nə etməliyik? Deməli, ilk olaraq yoldaşlar, mən gəlirəm. Hər dəfə şifrə yazmamaq üçün, hər dəfə yazdığım kodun repoya göndəriləndə username şifrə istəmək üçün, rahatçılıq üçün biz bir dənə SSH keygendən yaradırıq. Deməli, exit yazaq ya da buradan yarada bilərəm. SSH keygen. Enter deyək, yes overwrite deyək. Gəlsəm burada katdan public key'imi oxusam. Mən bu key'i buradan bir copying edeyim. Gedirəm buradan yoldaşlar. GitLab'ıma. Buradan preferences. Buradan gələyəm access. Buradan gələyəm SSH key. Elnov key deyirəm. Bunu əlavə edirəm. Baxmayalım, bundan ses edə bilərsiniz. Edit key deyək. Key əlavə elədim. Və bundan sonra indi nə edəcəm mən? Gəlirəm yenidən repoma. Artıq repoma gəldim. İndi gəldik buradan yoldaşlar. Burada iki dənə klonlama seçeneğimiz var. Klon yəni buradakiləri artıq öz repoma atmaq. Burada mən ikinci yol istifadə etsəm, hər dəfə username şifrə yazırsam, username şifrə yazırsam, hər dəfə kodu bura atmaq istədim. Bunu yazdıqda mənim private key'imdən public key'imə baxacaq oradan. Eyni uyğun gəlirsə artıq heç nə istəməyəcək. Bunun şəkildə şifrəsi söyləyəcəm. Mən də ən çox istifadə olunan bunda istifadə edəcəm. Ola bilər ki, developer yadları username yad verilir. Bundan istifadə edirlər. Amma biz bundan istifadə edəcəyik. Əslində heç developer ondan istifadə edilməsə elə private public key ilə eləyərlər. Deməli, gələk buradan. Mən deyirəm ki, git clone. Gəl silah üzərində bir danışıq. Biz install edirik ki, yoldaşlar. Sadəcə SSH key vasitəsilə biz öz private və public key'imizi yaratdıq. Public key'imizi artıq biz buradan
Buradakı repo atdıq ki, bizim də burada private keyimiz var. Buradan bura atanda məndən şifrə soruşmayacaq. Nəinki hər dəfə nəsə atanda şifrə soruşsun, username istəsin və s. Uzun çəkir. Burada hər birinin necə ediləndiyi burada parametrəni yazmışam. Nəyi hara düzəltmək lazımdır. Ondan sonra biz burada nə edirik? İlk dəfə yükləyibsinizsə, orada belə deyim, ilk dəfə hər hansı neçə push və ilk dəfə yükləyibsə, burada qeydiyyatdan keçmək lazımdır. Bu da nə üçündür? Bizim kodlarımız göndərildikdə commit şəkildə göndərilir. Commit orada qeyd olunur da, burada bu nə üçün idi, bunu kim yazdı? Bunlar yazılır ki, bilinsin ki, məcbur eləyir özü ki, bunu kim tərəfindən yazılıb. Ki, sər nəsə problem olsa və şey olsa, bilinsin ki, bu kodu kim yazıb. Və buradan e-maildə yaza bilərsiniz. E-mail vacib deyil, amma bunu yazmaq 100%. Mən də hal-hazırda etməyəcəm, çünki məndə git var və qeydiyyatdan çoxdan keçmişəm. Amma istəyirsinizsə bunu yaza bilərsiniz. Gəldi git klonu. Git klonda burada müxtəlif cür istifadə oluna bilər. Reponu klonlayan bizim buradakı repomuzu klonlaya görə oradakı qovluq strukturları, yadları hamısı gəlib bunun içinə düşür. Gələk bir dənə yoxlayaq. Mən deyirəm ki, buradan fərqli şeylər də var. Məsəl adını da dəyişə bilərsiniz. HTTPS ilə klonlama deyir məsəl burada. HTTPS ilə nə edirəm? O vaxt klonlayarsınız ki, hər dəfə username şifrə yazmağa ya bir uzun söhbətdir. Ən məsləhət görən elə budur. Yəni mən də bundan keçəcəm. Gəlirəm buradan git clone birbaşa yapışdırıram. Okay. Elə yazsam, mənim burada DevOps V1 adında bir dənə qovluğum var. CD DevOps V1 adında qovluq. Elə bir readme faylım var. İndi sizə bir söz deyim. Biz nə bilirik ki, bu git qovluğudur. Nə bilirik ki, document git qovluq deyil. Sırf DevOps V1 git qovluğudur. Bunu necə bilmək olar? Bunu bilmək üçün arkadaşlar, bizim .git orada qovluğumuz olmalıdır. Gəlib ls-a yazsam, görürəm ki, burada .git var. Gəlsəm cd nöqtə qapısını içine girsəm, burada həmin gitlərin üzərində saxlanılan loqlar, kommentlər və s. hər bir şey bunun üzərində saxlanılır. Normal bir pofkanı gitdən fərqləndirən əsas struktur budur. Burada bütün bizim elədiklərimiz qeyd olunur və saxlanılır. Məsələn, buradan çıxaq. Readme-ni də silim bir dənə. Okey. Gəl indi slide üzərindən davam edək. İndi buradan Git'in temel komandalarından danışacağıq. İlk olarak git init komandası. Biz Kafka gitini yaradılmışsa bunu yaratmaq şərtli ki, artıq orada .git qovluğunu yaratsın. Yoxsa bu yenə seçilənmir. Başqa git add var. Git add olur ki, bizim yazdığımız faylları bir onun üzərinə qeyd edir ki, gedib növbətə ata biləsən onu. Gələk buradan baxaq. Deməli, gəlirəm mən buradan. El istəyirəm, heç bir qovluğum yox, düzdür. Mən bir dənə fayl yaradım. Deyim. 1.txt adında bir dənə fayl yaradım, içinə yazım. Bu ilk fayldır. Hətta şəhərdə çıxaq. İndi mən burada git add yazsam və 1.txt yazsam həmin fayl atacaq. Bunu bir faylları yazmaq üçün edirik. Və gəlsəm burada git status yazsam, görəcəyim ki, burada new file kimi struktur düşüb burada 1.txt faylı. Amma və burada bir dənə delete faylı var. Belə edirik ki, yoldaşlar, bizim çoxlu fayllarımız varsa, məsələn, vim yazın 2.txt delete olsun, yazım geçsin. Okey. Elə əsasən bu faylları görürəm. Mən git artıq add nöqtə yazanda bütün faylları oraya əlavə edir. Mən git status yazsam git status. Burada bütün faylları görmüş olacağım ben burada. Nerede bu fayl? Readme delete olup bunlar da new file kimi struktur taşır. Və artıq bunları gördükdən sonra ama buradan git logda yazsam hal-hazırda heç bir log düşmüyor. Çünki ilk oradan yaranan buradan logdu. Hal-hazırda mən neysə push eləməmişim. Nədir yoldaşlar?
push bizim kodumuzun repoya göndərilməsidir. Yəni bizim buradan kodumuzu yazmışıq. Bunu repoya göndəririk. Bunu da eləmək üçün biz git push yazırıq. Hə, bir dənə üzrü sayın bir şey yadıma çıxdı. Mən burada push edəndə deyir heç bir şey nəsə dəyişilməyib ki, commit əlavə etmişəm. Mən burada git commit dirəyim yazsam, ilk commit yazsam. Bu commit nədir? Bu vacibdir yoldaşlar. Ona görədir ki, kim hər dəfə bir kodda nə yazıldığını izah eləyir və orada qısa bir ad qoyur. Yəni sən bilməlisən ki, burada bu qədər kodda dəyişiklik baş verir. Gedib koda bir baxan deyirsən. Bu deyir ki, ya burada bunu mən dəyişdim. Sonra da problem olanda gəlib bu kommentlərlə baxıb tapa bilirsən ki, hə, buradan bunu dəyişibsə yəqin burada bu kommentdə problem var imiş. Burada nəsə idi, burada olunub. Gəlib bunu düzəldib burada tapmaq olur. Onun üçün lazımdır. Həm də ki ümumi məlumat üçün səhər başqa bir developer gələndə burada nə düzəldib, nələr yoxdur bir-bir baxanda bunun nəticəsində tam başa düşür. Git commit yazsa burada hamısı keçdi. İndi gəlsəm git push yazsam. İndi buradakı bütün fayllar gedib atacaq hara? GitLab. Gəlsəm buradan hazırda heç nə görmürəm. Bir dənə refresh eləsəm. Artıq buradakı oradakı bütün məlumatı gəlib bunun üzərinə düşdü və digər fayllar elimdə silinir. Gəlsəm indi slide üzərindən davam edəcəm. Bu gitin əsas komandaları idi. Push və pull'un. İndi belə də göstərəm. Bir də pull da göstərim sizə. Amma bundan sonrakında göstərmək olar. Bundan sonrakında pull göstərərəm. Gəldik git branchlarına. Bizdə yoldaşlar müxtəlif branchlar olur. Bir deyə bilərik ki, əsas main branch var. Gəlsəm mən də branchlara quyuda baxmaq üçün, yəni üzr sayın. Deməli, branchlara quyuda baxmaq üçün buradan biz gəlirəm buradan. Maində məndə hal-hazırda bir dənə burada main göründə bir dənə branch var. Görürəm ki, burada heç problem yoxdur. Bəs bir dənə branchım var. İndi yeni branch burada da mən yarada bilərəm. Yeni branch üçün. Amma bundan yaratmaq ehtiyac yoxdur. Mən buradan gəlirəm. Deməli, yeni bir branch yaratmaq üçün. Gəlirəm. İlk olaraq branchlardan danışayım bir dənə qısa. Branchlar onun üçündür ki, yoldaşlar, elədir ki, biz bir dənə kodumuz gedir, production mərhələni keçməlidir. Müəyyən hissələrə bölünür. Buranı sən düzəltməlisən, burada bug var, bunu sən düzəltməlisən, burada da bug var, bunu düzəltməlisən və s. Bunu hər birini fərqli developera verir. Nəticədə hər bir developer gəlib bir-bir həmin şeyə burada toplayıb şeyə mainə push etməli deyil. Gəlib buradan fərqli bir dənə branch edir. Maindən kopya götürür bura. Eynilə maində nə varsa öz branchında məlumatlar burada saxlanılır. Gəlib buradan fix edir, düzəldir. Ondan sonra bunu atır bura. Bu da düzəldir. Sonra burada bu da fərqli bunu birləşdirir. Axırda sonda burada ikisi də merge olur və production birbaşa çıxır. Yəni nəinki qıraqdan bu bunu alsın, bu bunu alsın. Yoxsa aləm dəyərli bir-birinə bilməz kim nə yazıb, kim buna nə düzəldib. Bu buna xəta verədi, bu buna sonunda da problem yaradır. Onun üçün müxtəlif branchlara bölünür ki, hər bir misal bugda, fixdə müxtəlif branchlardan istifadə olunur. Əsas branchlarda misal main əsas branchdır, yəni master branchdır. Əsas bütün production çıxan əsas merge olunan maindir. DVD development var. Buradan istifadə olunur. Bizdə test ola bilər burada. Heç suallar, yeni funksiyalar dəyişmək üçün istifadə olunur. Bu da release ola bilər production-a çıxarmaq üçün. Təbii ki, bunlar adlardır. Fərqli adlar şəklində bug yaza bilərsiniz. Yəni, istənilən tipli adlar yaza bilərsiniz. Sadəcə ümumi açıq cəhətdən belədir. Gələk branchlar üzərində komandalara. Biz branchları yaratmaq üçün ümumi branchın nə olduğunu başa düşdük. İndi də branchları yaratmadan və ümumi branch komandalarına keçək. Deməli, gələk buradan. Mən buradan git branch yazsam. Mənim hansı branchda? Bir dənə branch var, main. Mən yeni bir branch yaratmaq istəsəm. Check out. Direkt B yazsam, yeni branch yarat. Hansı branchdayamsa bunun onun kopyasını yaradacaq. Mən yazırım burada. Dev. Həmin branch yaratdı və ona da keçdi trebe ilə. Gəlsəm git branch yazsam. Görürəm ki, orada dev deyəm. Və ls yazsam. Burada maində nə varsa burada birbaşa kopyalandı.
Ben buradan yazsam vim misal 4.x'i yazıram ki salam yazar çıxa bir dənə. Gəlsəm elə yazsam 4.x'ini görürəm. Git add nöqtə yazaq. Git del add yazar burada qalsın. Okay. Gəlsəm indi git branch main'e keçsəm. Elə yazsam. Orada komitelememişim. Ona göre burada 4.x bura. Komiteleşim sırf onun üzerine geçeydi ama burada hazırda main'i de gösterir. Bir de gidiyorsun. Git. Checkout. Yok. Burada ben create main yazsam. Yeni görsenmeyecek. Ne görsendi? Git. Checkout. Dev yazsam. Yes. Diğer bu hele hiç şey branch'a ait değil. Ortada kalıp. Git. Commit trim txt txt 4 okey yarada görürüm. İndi gəlsəm git commit elədim buradan git checkout main'e keçsəm eləsəm artıq görürəm ki main'də nə də olduğu kimi qalıb amma keçsəm yenidən git checkout dev LSS'in burada 4.x bu bir üstüne göre diyordur da bu commit edilmemiş. Bilmir bunu kim yazıp kim tarafından. Orada da kalır bu. Hamısını için görsənir ama hamısına da hiç kimde şey olmur da nesəb da bunu görmür. Ortada kalan bir file struktur kimi qalır. Ona görə hər hansı bir brancha aid etmək üçün bunu sonunda gəlib həmin branchda commit eləmək lazımdır. Commit de ona görədir ki, bu kim tərəfindən yazılıb, nəyə görə yazılıb. Ümumi dokumentasyon seçimi burada yazılır və vacib bir şeydir. İndi gəlsəm 4.txt-ni elədim. Görürəm burada düzdür. Gəlsəm git push yazsam buradan. Origin div upstream ilə ki orada yeni div branch olsun ki o branch onun üzərindən görsənsin. Belə də yazıram. Və yeni branch yəni burada məlumat göndərilir. Gəlirəm buradan bir də refresh edirəm. Və deyir yeni branch yaranıb burada. Və görürəm hələ 4.x düşmüyor. Niyə düşmür? Çünki burada main'dir. Main'də biz bir dəyişmə eləməmişdik yox. Gəlirəm mən buradan devə keçsəm. Və görürəm ki artıq devdə bunlar hər biri görsənir burada. Bu ona görədir ki, hər dəfə sən əsas kodu nəsə dəyişik eləyə bilməsən. Sən tam düzəldib bitdikdən sonra artıq main'ə merge edə bilərsən. İndi merge haqqında danışacağıq. Onda nə olar? Elə bir dənə əsas kodumuz oldu. Jupyter developer o buradan yazsın, bu buradan yazsın. Aləm dedirik bir-birinə. Bu ona görə struktur zaten bizim həqiqi çox işimiz işarə gəlir zaten. Tək developerların yox, DevOps'un da içine. Sonunda DevOps da bunlara nəzarət edir. Çünki DevOps ilə birbaşa developerlarına bir çeşid. Gələk buradan slide üzərindən davam edək. Git merge haqqında danışacağım. Bir şey elədim. Bir də fərqli bir şey göstərim. Deməli. Fərqli branchdan da məlumatlar birbaşa götürmək üçün mən hal-hazırda git branch main eləsəm görürəm ki burada main'i mən push elədim mi? Yazıyorum git checkout lütfen git checkout main okey sadəcə orada hansı şey olduğunu göstərir ona görə saxlayır. Bir görürəm ki bunlardır. Mən bayaq bunu yaradanda git checkout edəndə əgər belə bir adda bir şey olmayanda nə yazanda onu da yaradır. Mən trb adını yaradır və hansı branch'dayım onun kopyasını yeni branch'a atır. Bayaq main'də yaratmışam və buradan deməli və buradan gəlsəm mən git checkout okey git checkout devə keçək. İndi git branch yazaq. Şimdi dev deyim. Mən de git checkout trb yarat deyirəm. Nə yarat? Test adlı brand yaradacağım misal. Yaratdıq.
Birbaşa orada kestim. Ls yazsam görürəm ki bu fayl var, amma git branch yazanda görürəm ki mən test branchındayım. Bütün məlumatlar da buradadır. Amma hal-hazırda push etməmişəm ki buradakı nəyə varsa orada hələ repoda deyil. İndi gəliz B-də biz buradan deməli slide üzərinə davam edeyim. Buradan danışdım. Nəyi göstərməyəcəm, qabaqda göstərəcəm ki, sırf merge hissələr bir-birinə qarışmasın. Silmək üçün də tire edinə silirik branchı. Branch adını yazıb sənə hansı branchı misal testini silmək istəyirəm. Git branch test branch yerine silmiyorum. Yok burada görmək istəyirəm. Buna simetri deyildi. Evet, branch 3D yazıb test yazsam Os V1 eminim DNS değil. Branch 3D'ydi. Hemen branchda olduğuma göre belki sevmiyorum. Sadece git checkout devdeki şey okay git branch dir test git branch don't take branch name git branch git branch dir test dir user list şey git branch not take branch name belə branch name yox belə deyil. Remote'dan silmək kimi şey el yazdım yine direkt test okay gəlsəm git branch artıq elə bir branchım yoxdur. Həm də orada əlavə olmadığı üçün heç orada görsənmir. Tamam elə burada yoldaşlar tag veriləsindən üçün yoldaşlar biz hər hansı bir yazdığımız kodu versiya şəklində yadda saxlamaq üçün istifadə edirik. Belə desək, misal yazırsan kodu, deyirsən ki, bu hissəyə qədər yazılan buradakı bu sonda buradakı bütün kodda misal V1'dir. Bilirsən ki, V1'də məsələn problem yox idi. Biz V1'dən o sonra gəlmişdik. Nəsə problem çıxanda bilirsən ki, V1'in koduna qədər problem yoxdur. V1'dən sonra arasında 2.1 arasında misal problemlər var. Bunun üzərindən axtarmaq həm rahat olur, həm də ümumi səliqəli şəkildə versiyon seçilir və production-da bu çox istifadə olunur. Deməli, gələk tag yaradaq bir dənə. Misal git main deyim, hansı bir dev deyil. Git tag yarada bilərik belə. İndi burada iki cür yaratma olur yoldaşlar. Bir belə də yarada bilərik, belə də yarada. Fərqi yoxdur bunun. Belə də yarada bilərsiniz. Hazır commit versiyasında kimi işarələmək? Yəni hazırda hansı commit varsa sonda bunu həmin şəkildə versiyalayır. Amma fərqli commit üzərinə deyiləmək istəyirsə, bunda commit şəklində də yaza bilərsiniz. Elə biz elə hazır commit olmalı bir dənə. ls yazsam, git status yazsam görüm nəsə. Git status deyir. Sıfırın birinci deyil və s. belə. İndi gəlin, hər bir şey əlavə olunmayıb deyil. İndi yazaq biz buradan misal git tag v1.0.0 yazaq. Tek əlavə olundu. Gəlsin git status görünüşür mü? Düşmür, amma indi gəlsək biz. Sonda bunu push eləmək üçün buradan versiyon şəkildə yazırıq ki, həmin sırf versiyon gedib bura düşsün. Gəlin buradan git push origin v1.0.0
Sonra getdi ora düşdük. Ha, devdən mi eləmişdim mən? Gələk buradan dev deyəm, okey. Refresh versək. Gəlirəm burada versiyanında buradan. Konkret şəkildə baxmaq üçün üstünə vururam. Gəlirəm ki, burada versiyon şəkilləri düşür. Və burada təqlər buradan olanda indi 2-3 dənə təq yaradılır. Təqlər üzərində keçid edə bilirik. Yəni hansı versiyonda nədir? Tək yəni bir brand üzərində saxlamaq lazım deyil də. Təqlər də üzərində elə bilərik. O cəhətdən çox yaxşı bir şey deyil. Video çox uzanacaqmı? 30 dəqiqə indən keçib. Nəsə davam edək buradan yoldaşlar. Biraz sürət keçək. Tak release-dən danışdıq. Fetch pool. Fetch nədir? Pool nədir yoldaşlar? Fetch belə edir ki, oradakı dəyişiklikləri atır bura. Amma kodunda heç bir dəyişiklik baş vermir. Pool isə odur ki, pool dəyişiklikləri kodun yanına hamısını atır. Yəni necə? İlk olaraq pulu göstərim, sonra fetch göstərim. Ya da deviniz pul göstərim. Misal mən devə gəlirəm. Burada bir dənə fayl yaradıram. Okay. Ne fayl deyirəm. İlk olaraq bunu eləməmişdən əvvəl gəlsəm bir dənə göstərim buradan. Hal-hazırda mən git browse dedimsə dev deyim, düzdür? Git yazıram buradan. Pul yazıram. Mən deyəcək eynidir. Heç bir dəyişiklik yoxdur. Şimdi gəlsəm buradan. Burada yazıram misal. Pul .txt yazıram. Yenə də nəsə yazıram. Commit edək. Okey. İndi gəlsəm buradan. Eyni documentdan işlətsəm. Oradan deyir ki, bir dənə pul teksti var. Gəldim bura əlavə edim. Gəlsin ls yazsam. Gəlib pul bura düşəcək və kodumda da fərqi yoxdur indi. Bu da fayl kimi göstərdim. Kodumda da fərqli bir dəyişik eləmişsə, gəlib bu düşəcəkdi. Məsələn, gəlsəm buradan. 4.txt-in içinə girsəm. Salamdırmı? Bunu bir dənə edit eləyək. Burada da iki cür edit edə bilərsiniz. Bir web ID ilə bu daha yaxşıdır. Hər bir şeyi commit eləmək əvəzinə, yəni müxtəlif kodlar yazıb bir dəfə commit edə bilirsən. Bunun hər dəfə yazına gəlir commit eləyəsən. Orası bir şey. Commitlər də olur. Hər dəfə deyirsən bu nədir, bu nə? Sadə misal A-nı götürüb B eləyib commit yazır. B-ni götürüb C eləyib commit yazır. Nəticədə çox absurd olur, pis də görsənir və məsləhət də deyil. Onun əvəzinə web ID eləyir. Amma sadəcə bizə test mövcud deyil. Həm də ki, qısa şəkildə eləmək üçün bura gələm. Amma indi web ID-ni göstərərəm. Gəlib burada misal salam yazıram. Yazıram ki salam 1. Okey. Commit elədim. Bak burada commit eləmişəm. Gəlirəm buradan. Kat yazıram. 4.txt. Hələ burada salam və indi yazsam, push yazsam, pul yazsam. Gəlib artıq buradan yeni bir dəyişiklik olduğunu göstərmə. 4.txt-də indi kat eləsəm, gəlsəm 4.txt-ni oxusam, burada salam 1 yazdığını görəcəm. Fetch də onun üçündür. Sənin kodun dəyişmir, amma orada nə dəyişikliyi var? Heç kim gəlib düşür burada. O da ona görə istifadə olunur. Başqa buradan gəldik resetə yoldaşlar. Bizdə indi gəlir buradan baxsam, git log yazsam yoldaşlar. Artıq görəcəyiniz bir feylən log olub. Mənim hər yazdığım commit burada log şəklində düşüb burada. Və hansı vəziyyətində qayıtmaq istəyirəmsə, mən bundan resetdən istifadə edirəm. Bizim 3 vəziyyətimiz var geri qaytarmaq üçün. Gəl bu şəkil üzərində danışım. Deməli, ilk olaraq bir şəkil üzərində eləyəcəm. Bax, ilk olaraq misal mən kod yazmışam. Buradan yox, nəyin geri buradan bu şəkildə göstərsəm daha yaxşı. Buradan silsəm. Bir dənə buradan. Misal mənim kodum belə şəkildə gedir. Belə gedib. Və buradan mənim kodum burada müəyyən dəyişiklik olur. Okey. Və mən buradan bura qədər gəlmişəm də. Hələ ki eləməmişəm ha. Belə deyim ki, göndərməmişəm. Eləməmişəm. Hələ ki repo gəlməyib. Mənim lokalımdadır kod. Buradan yazmışam 1, koda yazmışam misal 2, 3, 4 yazmışam. Və mən hər birində yazmışam bu 1'dir.
Bu 2'dir. Bu 3'tür. Bu 4'tür. Okey. Ben indi sonra görürüm ki bir de kısa şeylerin her birine bir dənə commit vurmuşam. Nəticədə commit olub aləm deyib bir-birinə. Mən demək istəyirəm ki, misal, mənim bu versiyamda saxla kodumu və git add olunmuş şəkildə. Yəni bütün fayllar orada əlavə olunub. Ben də dəyişiklik eləmişəmsə qalsın və deyirəm ki, buradan commitimdə bunları silsin, sonuncu commiti saxlasın. Onda nədən istifadə edirəm mən? Git. Bu zaman mən resetdən istifadə edirəm. Resetin hansı tipindən? Stopsundan. Stop sadəcə eləyir ki, son commitləri ən axırıncı commiti saxlayaraq bütün dəyişikliklər fayl strukturuna qalır və git add olunmuş şəkildə, yəni hansı faylları qeyd edibsənsə orada bir bax qalıb o qeydiyyatda və sən bu vəziyyətə gəlirsən, burada sənin kodun gələ düşür bura. Bütün dəyişikliklər bir commit üzərində olur və onu push edirsən. Daha səliqəli formatda. Nəticədə cübbəcüb buradan commitlərin qarşısını alırsan. Və daha səliqəli şəkildə repositoryaya push edəcəksən ki, orada da baxanda deyir, DevOps-im deyir, normalda. Bir də bizim yeni ilə bir sütunumuz da var. Deyə bilərik ki, bunun mixi də var. Yəni buradan göstəreyim. Onun gibi. Okey. Okey. Mixi isə bir səndə var. Belə deyim ki, default da gəlir. Səndə add vəziyyətində də ləğv edir. Yəni belə deyim də, bunların indi hamısını bir-bir göstərəcəm. Narahat olma. Sadəcə ümumi izah edirəm ki, tam başa düşək. Bu vəziyyətdə, soft vəziyyətində deyirik ki, biz git add edirik deyir, bütün fayllar qeyd olunub ha. Git onu da saxlayır. Deyir ki, nələri add edibsən sən. Bu burada saxlayır. Amma git mix deyir ki, oldu ki, fərqli bəlkə bunu add eləməyəcəksən burada. Bu faylı add eləməyəcəksən, bu sən add eləməyəcəksən faylda da, düzdür? Onu da silir. Sən bir təzədən həmin faylları eləyirsən və commit yazırsan. Təzədən atıb göndərirsən. Bu da mix oldu. Bir də bizim hansı üsulümüz var? Hard var. Hard nedir yoldaşlar? Bu qədər cübbəcib gəlibsən də. Bilirsən bu da səhv var. Bunların ikisini də sil. Gəl ikinci vəziyyətə qaytar. Da ikisi də görsən. Yenə deyirəm, bunlar repo push olunmuş şəkildədir, olmamış şəkildədir. Yəni hələ sən push etməyibsən. Gəl indi bunları bir-bir edək. Deməli, gəlsən mən git buradan logda buradan ümumi commitlər görürəm. Görürəm ümumi commitlər bunlardır. Misal. Mən edit 4x-i bu commitləri silmək istəyirəm. Və deyirəm ki, sadəcə bu amma push olunub da, belə deyim, yox. Belə deyim. Hələ bunlar push olunub da. Misal yeni bir fayl yaradaq. Deyim 2.txt 2.txt də həmin faylın içinə girə bilərəm. Misal bunun içinə belə yazım. Burada git add nöqtə git commit m yazıram. 2x'ini dəyişdim. Göndərdim. Ondan sonra gəlib buradan git loga da bassam. Üstə gəlsəm. 2x'ini dəyişdim ki, burada bir dənə commit görünür burada və bunun da commit budur. Okey. Gəl indi fərqini yazalım. Misal vim 3.txt girəcəm. Bunu yazıram. Salam. Yazıb çıxdım. Git add nöqtə edirəm. Ondan sonra git commit trem. Yəni git commit trem 3 x'ini dəyişdim edirəm. Bunu da attım. Okey. Git log yazsam. Görürəm ki, buradan 3 x'ini dəyişdim adında bir dənə də log düşdü bura. Commit şəklində. Bir dənə də yazaq. Git 4 git neydi? Vim 4.txt gireceğim. Bunu bir siley bile yazaq. Random bir şey yazaq. İndi yine git add nöqtə yazdım. Git
Commit yazım. Trim 4.txt'ini değiştim. B2 dedim ki orada sərgəl görsənsin diye. Okey. Ben de git log yazsam. Burada umumi dəyişdiyim faylları görürəm. Və sadə bir şey dəyişmişəm. Hər dəfə də bunlar qısa bir şey dəyişmişəm. Burada da commit kimi düşür. Sonunda bunu push edəndə gedib orada hilə düşəcək. Daha səliqəli olsun deyə mən deyirəm git reset tire stop və mənim son misal burada axırıncı commitdəki fayl vəziyyətim nədir? Budurmu? Gəlib bunun elə əvvəlki rəqəmlərini götürsəm. Git reset tire soft. Okay. Bunu yazsam bile geldi buradan. Git reset demedim. Reset yazmışım. Okey. İndi gəlsəm git loga baxsam. Sonda deməli ki deməli git bunu dəyişdim. Artıq şey şəklində qalıb. Git commit bir dəqiqə baxın buna keçmədim buradan. Bu keçdiyim oradakiler silindi. Gəlib buradan yenidən bir dənə commit yazsam. Git commit trim değişik yazsam. Son değişik. Okay. Commit üçlü lokal commit'in əvəz olundu. Gəlsəm git log yazsam. Deməli view'da işte bunu basanda nə dedi ki your brains urgent which commit lokal commitlərdi. Commit or clean. Aslında orada da silinəcək. Elə deyirsə filansə. Və sən buradan baxsan bir dənə. Okey. Git adlar və fayl dəyişiklikləri qalır. İndi bunu eləmişəm mən. Okey. Mən hid yazmamışam. Nə hid yazmaya ehtiyac yoxdur. Burada bir başqa şey yazılır. Tək onu yazsam elə. Nəinki bir dənə commit yazanda kifayətdir. İndi mən git push yazsam. Göndərildi ora. Gəlsəm buradan. Mən də hədəfə remote onu göstər, onu da göstərəcəm insə. Gəlsəm bura dönük istəyə. Mən də son log şəklində göstərəcəm. Burada loglar da historiyana baxmaq istəsəm. Digər commitlər gəlib düşmədi. Yox, düşdü baxın. 4 düşür mü? Dedim digər commitlər gəlib düşmədi. Sadəcə bir dənə 4x-dən dəyişdim V2 düşdü. Bunu bayaq yazmışdım ona görə də. Sadəcə bu son commit düşdü və daha səliqəli düşdü. Digərləri nəinki burada. Gəlsəm də buradan git log yazsam. Bunlar burada göstərilir amma orada son olaraq bu düşüb. Bunlar düşmüyor bu commitdə. Təbii ki bu push olmazdan əvvəl idi. Bizim indi Mixed nədir? Misal mən ən hansısa orada faylları əlavə eləmişdim, git add eləmişdim, düzdür. O git add-ləri saxlamayacaq. Gərək bir təzədən bilmirəm də nəyi dəyişmişəm. Bunlar bir qoşu əlavə eləyim git add-ə. Ondan sonra oradan şey olsun. Bir də bizim git hardımız var. Hadisə neydi yoldaşlar? Hard hər şey silir. Belə eləyim. Yenə gəlsəm git kim yazsam kim 2 nöqtə x'in içinə girsəm burada silsəm bunu insert eləsəm yazsam hard okey ondan sonra benim 3 nöqtə x'in içinə girsəm yazsam hard silək hard
Okey. Gəlsəm git əd eləsəm nöqtə okey git commit eləsəm deyim artdan dedim artdan əvvəl yazaq oldu. İndi mən gəlsəm kat eləsəm baxsam görürəm ki 2.x-in içinə yazılıb, hard yazılıb. Kat eləyib baxsam 3.x-in içinə yazılıb, görürəm ki yenə hard yazılıb. Gəlsəm mən git log yazsam, okey. Gəlib mən burada deyirəm ki git reset hard. Ondan sonra üsttəki misal harddan bunun adisidirsə bunu yazam. Yəni nə oldu bilmədim. Git reset hard yazaq. İndi gəlsəm ilə baxsam kat 2.txt 2.hard git reset yazmışam dedim. Ne oldu yani? Reset okey. Gəlsəm indi kat 2.txt-ni oxusam görürəm əvvəlki bütün yazılılar burada yazıldı. Mən sağda commit yazdım. Oradan qayıtdım. Bu commit gedəcək çünki mənim commitim var. Amma orada da heç bir dəyişiklik olmayacaq. Ona görə atmıram. Bu onun üçün ilk yoldaşlar. Artıq 3-cü yolla elədik. Burada. İlk yolla belə idi ki, mən bura qədər gəlmişəm. Deyirəm ki, bu qədər commit niyə yazmışam? Soft usuluna. Bütün əddən hansı faylları qeyd eləmişəm, onlar da qalır. Bunları bir x atıram, gəlib commitlər silinir. 4 bu vəziyyət gəlir ki, artıq bir dənə commit şəklində bu qədər dəyişiklik eləmişəm. Hamısını da yenidən commit yazıram. Mixer şəklində artıq hansı fayllar əlavə edirsiniz, onlar da silinir. Gəlib bir-bir əlavə eləyəsən. Bu nə üçün lazımdır? Birdən məsələn bunu əlavə eləməyin, bunu əlavə eləməyin, onu zaman istifadə edə bilirsən. Hard isə bunu da silir, bunu da silir, gəlib bu vəziyyətə. Çox da istifadə olunmayan metoddur. Ondan sonra yəni pauza verim, görüm. Bir dənə pauza verib gəlirəm. Davam edək yoldaşlar. Yaxşı, danışmaq istəyirdim. Dalda qalardım. Burasını yadıma düşdü. Video pauza vereyim. Nəsə, davam edək yoldaşlar. Harada qalmışdı? Möcüzə qalmışdı. Möcüzədəki yoldaşlar bizim web və ya fərqli branşda yazdığımız məlumatların sonunda gəlib master, yəni mainə əsasa birləşməsidir. Bunu möcüzə edirik. Möcüzədə gəlsək buradan sadəcə hansı merge etmək istəyirsə branşı gəlirik həmin mainə və ondan sonra onu yazırıq. Gəlirəm mən buradan misal okay. Gəlirəm, keçirəm git checkout main okay. Git merge dev okay. Git push mənə problem verəcəkmi? Gitti buradan. Mən indi əsas şey olduğundan birbaşa getdi. O bura gəlsəm indi. Yine gelse buradan. Komitler gösteriyordu. Yine gelsem bütün değişiklikler burada ele alıb. İndi mən əsas şey üzərindən elədiyimə buradan şey oldu birbaşa. Amma hər developer bunu yazanda birbaşa gəlib merge edə bilərmi? Təbii ki yox. Burada şey açılır. Ondan sonra onu edirsən. Ondan sonra gəlib merge olur. Və birbaşa bura heç vaxt merge olmur. Nə mənası olardı onda? Elə hər gəlir cübba-cüb merge edəsəydi. Gəlsən buradan baxsam buradan şey açmağı deməli. Bir də bizim konfliktimiz qaldı. Konflikti göstərim. Konflikt nədir yoldaşlar? Fərqli branch gəlib buradan kod yazdıq. Digər buradan da kod yazdıq. Sonda birləşdirəndə bu misal
1 2 3 4 1 2'dir burada. Bu 1 2 3 idi. Bu da 1 2 4. Gəlib birləşdirəndə deyir ha, bu birinci bu bronz eləyib boş idi. Rahat bu bronz getdi də bura. Növbəti gəlib eləyəndə bronz bu elə bilir axı şeydir. 1 2 şəklində qalıb. İndi hal-hazırda 1 2 3-dür. Bu da 1 2 4-ü bura eləmək istəyir. Sonunda sən deyirsən ki, o qalsın, bu qalsın və ikisi birləşsin. Bunun üzərindən təyin edirsən. Mən də çox komplekslə işləməmişəm. Amma gələcək sistem yerdə işləyək. Bunun da axırıncı mövzudur. Hissəsidir. Gitin. Bunu bitirəcəm ki, ondan sonra növbəti dərsdə git Defsekos Focus keçəcək. İqnoriyyat mövzular hamısı onun üzərindədir. Və Gitlix və s. Onlar da izah edelim ki, onlar da lazımlı mövzular. Bu video sırf DevOpslar üçün deyil. Sırf gidib developera da baxa bilər. Təbii ki, kod üzərindən etdikdə daha mənalı olacaq. Sadəcə buradan hazır olan komandları mən misal götürüm. Main'e keçərəm buradan. Gəlsəm bura. Sadəcə əsas mən bir dənə orada yazılar yazıb göndərmişəm ki, ora gedib düşsün. Burada indi. Təbii ki, orada yenə push etməmiş deyirəm. Bu daxildə mövzudan deyirəm. Bunu elədik biz buradan. Ondan sonra gələk yeni ilə. Məsələn, masterdə fərqli bir bronza bunu deyək. Bronz 1 yaratsın misal. Bronz 1'ə girək. Oradan bir dənə fərqli yazı yazaq. Okay. Elədik. Ondan sonra gələk. Burada ikinci bronzumuz var bizim. İkinci bronzu kopya eləyək. Gələk buraya yapışdıraq. İkinci mətləb belə elədik. Gəlsəm indi hər bir bronzları bir-bir eləyib birləşdiririk. Deməli, ilk olaraq main'e girsəm bronz 1'i merge eləyək. Deməli, arada qalmışdı biz. Okay. Bunu birləşdirək. Oldu. Problem olmadı. Gələk indi ikincisini eləyək. Bunda bizə konflikt verməlidir. Fight verdi. Merge konflikt yarandı. Gələcək indi həmin konflikti bunun üzərində izləyək. Yəni belə deyək də burada. Burada elə bilirdi. Bu 1-2'dir, amma hal-hazırda 1-2-3-də. Sən 1-4'ü 1-2-4'ü buraxmaq istəyirsən. Hansı tutan edirsən? Gəlib burada belə bir konflikt necə görünür yazır burada. Sən konflikti necə düzəldə bilərsən? İkisini də saxlaya bilərsən. Həm 1, həm 2 saxlansın. Yalnız birini saxlaya bilərsən və fayl hansından bundan sonra isə bu statuslar şey edirsən, onlara əlavə etsən gedir. Gələk indi. Gəlsəm buradan mən kat eləsəm, baxsam hansı faylı biz eləmişdik buradan. Konflikt hansı faylda yaranmışdı görək. Ben konflikt hansı faylda yaratmışdım? Readme faylında. Gəlsəm buradan kat readme yazsam. Baxaq. Kat readme. Burada bir konflikt yaranır. Gəlib vim yazıram, çizirəm içinə. Buradan insert eləyib. Okay. Hemen buradan tək birini saxlasam 1 olacaq, ikisini də saxlasam buradan ikisi də qalacaq. Okay. Eləyəndən sonra burada bizdə deyir. Ondan sonra add elə, ondan sonra commit elə, stopçana da bax. Gəlin mən burada deyirəm git add readme. Okay. Git statusuna baxsan. Git statusuna baxsan. Okay. Git modify. Yəni belə deyim, o kodu tapdım, ikisini orada birləşdirdim, belə elədim, ikisi də qalsın və tək də qalsın deyə bilərdim. Çünki içinə bunun konkret yazılmış bronz 1, bronz 2. Git yazıram. Commit rm son commit. Okay. Git push edirəm. Revision branch.
bir şey ne şeklinde hara deyiləcəksən. Bunu belə götürürəm. Okey. Çünki o burada da yaranmamışdı. İşte bundan da konfigi həll oldu. Gəlsən burada indi elə main'də. Main'lərdə oradan mən hazırda hansı bronzayam? Bronz 1 deyəm. Keçsəm indi git checkout main. Okay. Git. Bir de silesem. Okay. Gəlsəm. Gəlib o main'e düşdüyün oradan git indi buradan. Orada atsam hiçbir şey olmayacaq. Git. Push. Dəyişir bir dənə o file. Və gəlsəm də buradan bir dənə refresh eləsəm. Readimi görürəm. Və içində tək bronze txt mi yazılıb? İkisini də saxla demədim ona. Onda mən bronze 1'də onu göndərdiyim yoxsa? Bronze 2'də onu bronze 1'də ikisini də saxlandım. Main'e onu şeyləməmişəm. Orada keçməli bunu atmalıydım. İndi git merge bronze 1 bronze 1 bronze 2 fərqi yoxdur. Bronze 1 okey. İndi git push okey. Gəlirəm buradan bir dənə də bronze 1'e gelin. Bronze 1'də biri görsəniz dedi. Bronze 1'dən main'e gələk indi. Artıq burada da main'de də kodumu düzəltmə konfig həll oldu. Bu da konfig mövzusu yoldaşlar. Bir də remote mövzusu var idi. Belə eləyə bilərdik ki, bunu elov eləmişdim. Slot doğru yoxa çıxdı bilmədim. Mənim də silmişəm bəlkə. Command git clone. Bu nədir? Bu isə şeydir. Alt clone. Bir də remote əlavə edə bilərsiniz yoldaşlar. Gəlsəm buradan mı yazsam git remote Drive yazsam daha şeyler görsən. Bu mənim oradakı şeydir. Yapım. Sən belə də eləyə bilərsiniz. Məsələn, lokalda işləyirsinizdə, ora öz lokalda da bir dənə repo var, bir də şirkətin şey var. Hal-hazırda məndə məsəl şirkətindir. Biz fərqli bir dənə git remote add eləyə bilərsiniz, fərqli bir dənə repo yarada bilərsiniz. Artıq bunu əlavə edəndən sonra siz burada origin ise origin, fərqli ad qoyacaqsınız, onu yazırsınız. Origin edəndə bu repo uzatır. Git push orijinalini bu repoya uzatır. Oldu ki fərqli repo atmaq istəyirsiniz. Həmin reponun burada qoyduğunuz adı yazırsınız və həmin repo da orada gedir. Müxtəlif burada repolardan istifadə etmək üçün də bunun da istifadə olunur. Bu git mövzusudur yoldaşlar. Git də bununla bitirək. Test olmayacaq. Exam qismət olsa Docker mövzusunda verilən üzərində işləyəcək. Bu bir git mövzusuydu. Bundan sonra görüm film var. Git Leaks mövzusunu çəkeyim. Ignore yad mövzuları orada saxlamışam. O da DevOps yox, DevSecOps strukturunda olacaq, security əsaslı olacaq. Git ignore burada da keçə bilərdim, amma dedim elə orada atım, videoda biraz normal olar. Nəsə yoldaşlar, oldu. Növbət dərsdə görüşənə qədər Allah'a emanet.